Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve aleyhi tayyibine tahirin ve la'netullahi ala a'daihim ecma'in minel an ila kıyam yevmiddin inşallah. Həmd olsun Allaha ki, bu lütfi inayət edir və gözəl təvəssül duasını dəyərli mömin və möminələrlə bir yerdə olmaq tövfiqatımız var. Allah'tan istəyirik bizlərə xüsusi nəzər salsın və inşallah bu məclislərdən bağışlanmış halda çıxaq. Ruhiyelerimiz təzələnmiş halda çıxaq inşallah. Her zaman insanı düşündürən en ciddi meselelerden biri budur ki, neyniyək işlərimizi qaydaya salaq? Ne edək ki, yaşayışımız səhmana düşsün? Yaşayışımızın bərəkəti əmələ gəlsin. Yaşayışımızın bir nizamı olsun, bir qaydası olsun. Bu herkesi, her şuurlu insanı, her aqil insanı əslində düşündürən bir məsələdir, mövzudur. Xüsusən də nəzərə alsaq ki, yaşayışın özünə xüsusi bir surət əlavə olunub. Qəflətdə olmaq üçün ciddi vasitələr meydana çıxıb və biz öncəki dövrlərin insanları ilə bugünkü dövrün insanların həyatını müqayisə eləsək, görərik ki, nemətlər çoxalması ilə yanaşı, nemətlərin artması ilə yanaşı, fürsətlərin artması ilə yanaşı, hər yeni bir dənə dəyişiklik, istər elmdə, istər texnolojida, istər kommunikasiyada, insanlar arası əlaqələrin qurulmasında hər bütün bu kimi dəyişikliklərin özündə daşıdığı müsbət yük və nemətlilik potensialı ilə yanaşı, bunların hər biri də özü ilə yeni təhdidlər getirir, özü ilə yeni çağırışlar yaradır, özü ilə yeni məsuliyyətlər yaradır, özü ilə yeni götürdüyü məşğuliyyətlər yaradır. Və son 20 ili, son 30 ili, son 10 ili, son 5 ili biz nəzərdən keçirdəndə görürük ki, bu artma üzrədir. Surət artıb, texnoloji insan həyatına daxil olması daha da artır və daha da artacaq. Əlaqələrin qurulması texnoloji baxımdan, kommunikasyon baxımdan biraz da artıb, daha da çox artacaq. İnternetin özünün və başqa məsələlərin hamısı özlərində daşıdığı böyük bir nemətlilik yükü ilə yanaşı, potensialı ilə yanaşı, özü-özünə qalarlarsa, özü-özünə və nəzarətsiz davranırlarsa bunlar hər biri bir dənə ciddi təhdidə çevrilir həyatımız üçün. Hər biri həyatımızda ciddi bir dənə məsuliyyətli yaradır və bu bir dənə yeni mərhələdir, yeni bir etapdır. Bu mənada insan öz həyatını
tənzimləmək istəsə, islah eləmək istəsə, düzəltmək istəsə, gerək xüsusilə gününə, zamanına, vəziyyətinə, yaşayışına nəzər sala. Hər zaman bu mühüm mövzu olub, günümüzdə fövqəl dərəcədə önəmli bir mövzudur. Dəyərli əxlaq ustadlarından olan Ayətullah Behçət cənabları buyurur ki, əgər bilsək ki, insanın işlərinin islah olması, qaydaya düşməsi ibadətin islahı ilədir, ibadətin düzəlməsi ilədir və onların başında namazdır ki, huzu və xuşu vasitəsilə və o da ləğvdən, boş-boş, mənasız işlərdən uzaq durmaqla mövcudiyyət tapır, məsələ həll olar. Daha sadə bir halda çatdıraq mətləbi. Yəni biz bunun fərqində olmalıyıq ki, yaşayışımızın düzəlməsi, həyatımızın düzəlməsi ibadətlərimizin düzəlməsinə bağlıdır. İbadətlərin də başında namazdır. Namazın düzəlməsi, namazın keyfiyyətinin düzəlməsi ilə bağlıdır. Namazın keyfiyyəti iki dənə mühüm daşıyıcısı var namazın keyfiyyətinin. Biri xuzudur, biri xuşudur. Yəni namazda Allaha itayət ruhiyyəsi və namazda olmaq, huzuru qəlbli olmaq. Bu iki dənə tərkib olarsa namazın keyfiyyəti müsbətə tərəf dəyişər. Deməli, istəyirik həyatımız düzələ, həyatımız islah ola, həyatımız müsbətə tərəf dəyişə, müsbətə tərəf inkişaf tapa, gerək ibadətimizə diqqət eləyək, ibadətimiz düzələ. İbadətin də başında namazımızı düzəldək. Namazımızı düzəldmək üçün namazda olaq. Fikrimiz namazda olsun, huzuru qəlbimiz olsun. Namazda olarkən bəndəli ruhiyyəmiz olsun. Və bu da nədən keçir? Bu keçir, bu əmələ gələ, namazda bu dəyişiklik əmələ gələ. Bu zahirən ciddi bizə görsənməyən, amma həyatımıza birbaşa təsir olan, namazımıza təsiri olan, yaşayışımıza təsiri olan, ruhiyyəmizə təsiri olan, işlərimizin sahmana salınmasına təsiri olan bir mövzudur. Adətən də fikir vermərik buna. Biz gerək buyuruşunda deyir ki, Ayətullah Behçət, biz boş-boş, mənasız işləri tərk eləyək, əbəs işləri tərk eləyək, bihudə işləri tərk eləyək, səmərəsiz məşğuliyyətləri tərk eləyək, aqibət xeyirli olmayan səmərəsiz məşğuliyyətlərdən uzaq duraq. Söhbət haramlardan getmir, haramlar öz yerində, söhbət məkruhlardan getmir, bunlar öz yerində. Amma bununla yanaşı hətta mövzu gedir boş-boş, səmərəsiz, mənasız, bihudə işlərdən. İnsanın nəhayətən qəlbinin, ruhiyyəsinin qidası neynənsə əldə olunur. Əgər qəlb öz ruhiyyəsini, öz enerjisini mənasız işlərə, boş-boş işlərə, səmərəsiz işlərə sərf eləyəcəksə, o qəlbin halı, o qəlbin ruhiyyəsi namazda o vəziyyətdə ola bilməyəcək. Namaz adi bir halda qılınacaq. Adi bir halda qılınan namazın nəticəsində bəndəli ruhiyyəsi meydana gəlməyəcək. Gündəlik həyatımıza da, gündəlik yaşayışımıza da təsiri olmayacaq həyatımızda. Bu məsələlərdə bir irəliləyiş olmayacaq. Biz keçən cümə dedik, bu bəhsi toxunduq. Burada da yeri var, yada salaq. Çünki bunlar bir bəhslərdir ki, yada salsaq, hatırlasaq və inşallah ki, yaşayışımızda, gündəlik həyatımızda bunlara diqqət eləsək, düzələrik inşallah. Bunları hatırlamaqla həyatımızda dəyişiklik əmələ gəlir. Ürəfadan
namazı bənzədirlər, namazı deyirlər mənziləti Kəbə kimidir. Namaz məqamı, namazın mənziləti, namazın vəziyyəti Kəbə kimidir. Və təkbirətül əhram deyəndə, biz namazın əvvəlində təkbir dedikdə, Allahu Ekberi deyəndə, bizlər Allah'tan kənar hər bir şeyi, onu deyən adam əslində Allah'tan kənar hər bir şeyi geridə qoyur. Və ilahi hərəmə, ilahi sərhədlərə daxil olur. Necə bir dənə hacı ehramlananda, həccə gedəndə, ehramlananda, keyfiyyətlə eləyəndə özünü bir Allah huzuruna daxil olmuş hiss eləyir. Namaz qılan adam da hər gün namazda belə bir fürsəti var. Namazın mənziləti Kəbə hökmündədir. İnsan gələ təkbiri dedikdə niyyətdən sonra daxil ola ilahi hərəmə, daxil ola ilahi sərhədlərə, daxil ola o nuraniyyətlə dolu bir dənə fəzaya. Qiyam iki dost arasında ünsiyyət kimidir. İnsan qiyamda duranda, namazda bir dostu ilə danışan kimi danışar. Ruku qulun sahibi qarşısında əyilməsi kimidir. Biz rukuya gedəndə özümüzü Rəbbimizin nökəri hiss eləyərək, quluq hiss eləyərək, bəndəzi hiss eləyərək onun qarşısında əyilmək kimi rukunu həyata keçirtsək, rukumuzun misli olmaz, halımız dəyişər, vəziyyətimizdə irəliləyiş əmələ gələr. Və səcdələr buyuruşunda deyir Arif ki, səcdələr huzunun, yəni itayətin, torpağa çevrilməyin və Allah müqabilində, Allah huzurunda yox olmağın nəhayətidir. İnsan səcdəyə gedir, nə qədər mümkündür itayət edir. Da ondan o yana fiziki itayət mümkündür. Onun nəhayətidir, bütün əzaları Allah qarşısında ən son zirvəyə qədər itayət edir. Torpağa çevrilir. Səcdəyə gedəndə biz torpağa çevrilir, torpaqlaşaq. Hardan gəlmişik, ora qaydaq. Hara gedəcəyik, ora qaydaq. Hər namazda qaydaq. Torpaqlaşaq. Və mühüm bir məsələ, Allahın müqabilində yox olaq. Onunki olaq. Deyir, onda namazdan qaydanda, artıq namazda bitirəndə bir dənə hədiyə ilə, salamlar bir dənə hədiyəsidir. Allah bəndəsində, Allah bəndəsinin Allah huzuruna elədiyi bir dənə mənəvi səyahətdən qaydışda bir dənə də hədiyəsi, sovqatı da verilər ona, salamlar həmən odur. Bu cür qılsaq namazımızı nə olar o? Namazımızın keyfiyyətini artırsaq nə olar? İbadətimizin bəndəli ruhiyyəsi yaranar. Nəticədə dünyamız səhmana düşər, yaşayışımız səhmana düşər. Əvvəli axırı bilinər, nə üçünliyi bilinər, niyəliyi bilinər, nə səbəbliyi bilinər, bərəkətə əmələ gələr. Yediyimizin bərəkətə əmələ gələr. Evlərimizin bərəkətə əmələ gələr. Ailədə münasibətlərin bərəkətə əmələ gələr. Toplumda bərəkət əmələ gələr. Ticari işlərin bərəkəti olar, mənası olar. İctimai həyatın bərəkəti olar, mənası olar. Hər şey qaydasına düşər. Nədən başlayır? Mənasız, səmərəsiz işlərdən uzaq durmaq. Boş-boş laqqırtılardan, mənasız vaxt itkilərdən, səmərəsiz işlərdən. Bəzən adam fərqinə varmasa internetə daxil ola, bir də aylar ki 2-3 saat elə-belə necə var vaxtı gedib. Hiç başa düşməyib, nə iniyib. Biraz orada, biraz burada, biraz o buru tərəfdə, biraz bu buru tərəfdə, biraz bu buru tərəfdə. Arada da ğina ilə, arada da haram səhnələr də özü də fərqində olmadan bunu da soğuşturarlar. Bir də adam aylar ki namazı qəzaya gedər.
sübh namazına dura bilməz. Ya namazı elə qılar ki, canı çıxa-çıxa qılar. Ruhiyyəsi olmaz namazının. Namazının halı olmaz. Elə-belə dör bu. Elə-belə dör bu. Nəhayətən lənətli şeytanın hoqqasıdır bütün bunlar ki, biz gözləmədiyimiz yerdən, anlamadığımız yerdən bizi məşğul eləyər, qəflətə düşərik. Qəflətə düşərik. Ona görə çox ayıq olmalıyıq, diqqətli olmalıyıq və həyatımızın bərəkətini istəyiriksə, bu məsələlərə diqqət eləyək. Bir neçə buyuruşa da məsumlardan toxunaq. Məsumlardan buyurulur ki, təfəkkür və tədəbbürlə qılınan 2 rükət namaz gecədən sübhədək qəflətdə olan ürəklə, yəni qafil ürəklə qılınan namazdan üstündür. Yəni namazımızın təfəkkür və tədəbbür halı olmalıdır. Niyə qılırıq bunu? Ne üçün qılırıq bunu? Nə səbəbə qılırıq bunu? Nədir namaz? Namaz nədir? Namazın hədəfi qurb-ilahiyə çatmaqdır da. Təfəkkürlə qılaq, tədəbbürlə qılaq. Onda bir bərəkəti olar, həyatımızın bir dəyişikliyi olar. Qəflətdə qılınan, hətta bir gecə ibadət qəflətlə, qafil qəlblə bir gecə zahiri ibadətin nə olmaz, nəticəsi olmaz. Çox aşağı bir şey sayılar. Əli əleyhissalam buyurur ki, hər vaxt ki Allah Taala bir bəndəni sevə, ibadətin gözəlliyini onun qəlbinə salar. Əgər qəlbimizə ibadətin gözəlliyi salınsa, biz ibadətin o gözəlliyini hiss eləsək, ibadətin o gözəlliyini duysuq, deməli Allah bizi sevib. Ondan möhkəm yapışaq. O nemətin möhkəm qədrini bilək. Yox, əgər belə halımız yoxsa, deməli biz Allahın bizi sevməsi üçün lazımı davranışımız olmayıb. Diqqətli olaq deməli. Əli əleyhissalam buyurur ki, ibadətin ləzzətini necə duysun o kəs ki, həva-i nəfsini dayandırmaya. Həva-i nəfsə hə deməklə ibadətin ləzzəti bir yerdə ola bilmir. Ürəyim istəyir, onu eləyirsən. Ürəyim istəyir, bunu eləyirsən. Ürəyim istəyir, bunu eləyir. Ürəyim istəyir, hər nə ürəyimiz istəyir, onu təmin nə qədər çox eləsək, ibadətin ləzzəti sıfıra gedər. İbadətin ləzzəti aradan gedər. İbadətin ləzzəti yox olar. Çünki biz nə qədər çox həva-i nəfsimizin istəyinə uyğun davranırıqsa, o qədər Allaha bəndəlikdən uzaq düşürük. Uzaq düşdük, sevgidən məhrum oluruq. Sevgidən məhrum olduq, nəticədə nə olur? Nəticədə ibadətin ləzzəti və şirinliyi əldən gedir. İbadətin şirinliyi və ləzzəti əldən gedir. Ona görə çox diqqət edilməli məsələlərdir, çox önəm verməli məsələlərdir. Özümüz də, aləmiz də, övladlarımız da. O gün mütaliə zamanı uləmadan birinin diqqətimi çəkdi. Deyir, mən ona görə bu mövzularda ruhiyyəm var ki, deyir, atam məni sübh namazından 1 saat qabaq durğuzardı. Deyərdi, gəl İmam Hüseyin üçün oturaq bir rozə deyə ağlayaq. Bizim mühitdə adama qəribə baxarlar. Adama qəribə baxarlar. Yəqin elə o mühitlərdə də qəribə baxıblar. Hər mühitdə qəribə baxarlar. Çünki yaşanmasa bunlar zarafata çevirilər, lağlağa çevirilər. Növbətçi hala keçər. Növbətçi hala keçər. Bu gün hələ diqqətimi bir mühüm mövzu çəkdi ki, biz etdiyimiz əməllərin keyfiyyətinə fikir verməliyik. Adı ziyarətdir.
Ziyarətə adam gedir, ziyarətdir də gedir, ziyarətə getdim, gəldim, həccə getdim, gəldim. Bir də var ki, ziyarətdə, həcdə, ya İmam Rıza Aleyhisselamın ziyarətində, Kərbala ziyarətində davranışına fikir verər. Urafa deyir ki, daxil olmasın, adam hiss eləmir özündə halı, ziyarətdə içəri daxil olmasın. İzni duxulu yoxdursa, icazəsini hiss eləmirsə, daxil olmasın o vəziyyətdə. Geçsin bir də özünü qaydaya salsın, gəlsin. Geçsin dəstəmazını təzələsin. Görür, yoxudur halət. Geçsin geyimini değişsin. Geçsin özünü qaydaya salsın, gəlsin. Keyfiyyət mühüm məsələdir. Çox önəmli məsələdir. Həcdə o cür, ziyarət, gündəlik namazlarımız da o cür. Yəni, uləma, ürəfa, dəyərli İslam övladları bunlar nə boş olublar, nə belə olmayıb ki, elə vaxtları fövqəl dərəcədə boş olsun, geniş olsun. Elə rahatlıq içində olublar, vaxtları da olub, elə boş bikarçılıq olub. Buna görə gediblər namaza hazırlaşırmışlar, məsələn, əvvəldən. Bunun əhəmiyyətini başa düşürmüşlər. Bilirmişlər, burada 15 dəqiqə namaza gedib hazırlaşacaq, orada bir gün irəli düşəcək. Orada 1 il irəli düşəcək, orada 10 il irəli düşəcək. Çünki namazını islah eləsə, həyatını islah eləyəcək. Namazını necə gəldi qılsa, həyatı da necə gəldi olacaq. Ailəsi də necə gəldi olacaq. Övladlar da necə gəldi olacaq. Yaşayışı da necə gəldi olacaq. Maddi imkanları da necə gəldi olacaq. Bərəkəti olmayacaq. Bunun fərqinə varıblar, başa düşüblər ki, nəhayətən bura nə üçündür, nə səbəbdir, nə eləməliyik. Xoş olsun möminlərin halına, burada olan əzizlərin halına da ki, bunların fərqindədirlər. Allaha bəndəlik ruhiyyələri var. İslamın, dinin diri saxlayırlar, məclisləri diri saxlayırlar, yaşadırlar. Xoş olsun o kəslərin xalına ki, ailələri ilə bu ruhiyyəni birgə yaşayırlar, övladları ilə birgə yaşayırlar. Bundan gözəl nə ola bilər ki? Bundan böyük nə ola bilər ki? Allahdan üstürü böyük inayətləri nəsib eləsin inşallah. Böyük bərəkətlər toplumumuza nəsib eləsin inşallah və aqibətlərimiz xeyirli olsun inşallah. İnşallah ki, Allah bəyənən onun yolunu gedənlərdən olaq inşallah. Allahım bizləri öz başına bırakma yine. Bizlərə xüsusi bir nəzər sal yine. Allahım rəhmətə gedənlərimizi əff eylə. Allahım ağsaqqallarımızı Kərbəla ağsaqqallarına layiq eylə. Allahım cavanlarımızı elm oxuyan, qeyrətli, şücaətli cavanlardan qərar ver yine. Allahım xanımları, müsəlman xanımları iffətli, Həzrəti Zeynəb xanım Zəhra salamullah aleyhaya layiq olan xanımlardan qərar ver yine. Allahım övladlarımızı Əhl-i Beytin xüsusi nəzarətində tərbiyələnmələrini nəsib eylə. Allahım cəmdə olan, cəmin nəzərində olan xəstələrə şəfa inayət eylə. Allahım mömini möminata bol-bol ruzu nəsib eylə. Borcuların borcunu qaytarmağı nəsib eylə. Maddi baxımdan mömini möminatı qədə-güdəyə möhtac qərar vermə yine. Allahım əziz Mövlanın nurani qəlbini bizlərdən razı eylə. Allahım əziz məracələrimizi, xüsusən də vilayət mənsəbinin ömrünü uzun və bərəkətli qərar ver yine. Allahım bu əziz cəmin dünya işlərini səhmana sal yine. Aqibətlərimizi xeyirli eylə. Peyğəmbər və Ali Peyğəmbərin gül camalına nurani Muhammədi salavat. Allahümmə salli.